Salam əziz izləyicilərim. Bugün lobyalı plov hazırlayırıq. Qazanımız gözəlcə qızdı, istiləndi yəni. İçərisinə yağ əlavə elədik. Plovumuzu, yəni düyümüzü öncədən yuduq, qaynatdıq, süzdük. İndi isə qazana tökürük. Bir qat düyü töktüm. İndi isə lobyanı tökürəm. Qırmızı maş lobya. Gördüyünüz kimi düyülərimi qazanın içərisinə qoyuram. Hər qatına da qırmızı maş lobyamı əlavə edirəm. Biraz da duz əlavə edirik hər qatına, daha ləzzətli olması üçün. Yenidən plovumuzun üzərinə yağ əlavə edəcəyik. Öncə yağı alt hissəsinə tökdük, indi isə üzərinə yağ əlavə edirik. Biz çox kərə yağ istifadə eləmədiyimiz üçün normal maye yağ istifadə elədik. Ama herkesin öz zövqünə görə. Gördüğünüz gibi plovumuz hazır şəkildə indi isə dəmlənməyə qoyacağıq. Yenə deyirəm, zövqə görə duz əlavə edə bilərsiniz, yağ əlavə edə bilərsiniz. Bu Azərbaycan mətbəxindən lobyalı, maş lobyalı aş, plov adlanır. Qapağını belə gözəlcə bu şekilde bağlayırıq. Plovumuzun gözəl dəmlənməsi üçün. Bıraxırıq dəmlən. Çox ləzzətli, gözəl Azərbaycan narı. İnanılmaz. Narlar içərisi də çox gözəl. Hakikaten çok güzel nar. Tane tane. Şirin, sulu, tatlı ve güzel. Plovumuz hazır oldu. Lobyalı, kırmızı maş lobyalı plov. Üzerine toyuq əti, qızardılmış sumaqla ve bir de sarı köklü sulu. Yani güzel soslu hazırladık. Çok güzel ve lezzetli bir plovdu. Herkese tövsiye ederdim. Şirin, lezzetli, güzel. Herkese de nuş olsun deyirəm. Bol bol ruzilər, bərəkətlər diləyirəm.